Salam dostum, bu videonu izlə ki, mütləq şəkildə məlumatın oldu. Bu videoda sən öyrənəcəksən ki, stok bazarda Nvidia, Tesla və yaxud S&P 500 kimi və yaxud Qızıl kimi stokları necə alıb satmaq olar. Bunun üçün artıq hansısa brokerə müraciət etmək lazım deyil. Sən artıq birbaşa Bitget hesabını MetaTraderə qoşub trade edə bilərsən. Bunun üçün ilk növbədə sən burada belə deyək də mövcud olan hesabında, bu artıq məndə test hesabdır, amma real hesabından da göstərəcəm necə baş verir. Burada hesab yaratmaq lazımdır. Yəni özünüz üçün trade fee, yəni bax bu bölümdə, yəni və yaxud axtarış yerində trade fee-ni tapa bilərsiniz. Trade fee-yə girirsiniz və burada hesab oluşturursunuz ki, hansını ki siz MetaTraderə qoşub trade edə bilərsiniz. Nəinki MetaTraderə qoşub, həmçinin də burada da içəridə də trade edə bilərsiniz. Bunun üçün create account eləyirsiniz və gördüyünüz kimi bizə burada göstərir ki, XAU USDT, yəni dollar qızıl üzərindən göstərir. Create MT5 account eli, confirm eli, təsdiq eli. Şərtlərlə razılaşırıq. Bu bildiyimiz standart prosedurlardır. Next eləyirik və burada set password, yəni parol daxil edin. Burada özünüz üçün bir parol daxil edə bilərsiniz. Mütləq şəkildə diqqətli olun ki, parolunuz standartlara uyğun gəlsin. Mən məsəl üçün belə bir sadə olmayan bir parol yazmışam və create MT5 account düyməsini vururam. Beləliklə mənə Google Autentifikator istəyir və təbii ki, mən Google Autentifikatorı təsdiq eləyib hesabın yaranmasına belə deyək də confirm verirəm, təsdiq verirəm. Google Autentifikator mənim telefonumda artıq var və mən daha öncə birja hesabıma qoşmuşam, daxil edirəm. Və gördüyünüz kimi bizim hesabımız artıq hazırdır və biz bunu MetaTraderə qoşaraq trade eləməyə başlaya bilərik. Bunun üçün baxın, bizə nə lazımdır? Serverdir. Gördüyünüz kimi serveri götürəcəyik, account ID-ni götürəcəyik, parol artıq özümüz təyin eləmişdik, bilirik, onu götürəcəyik və başlayacağıq transfer belə də trade eləməyə. Amma ilk öncə də transfer fund eləmək lazımdır bizə. Bunu isə mən real hesab ilə edəcəm və videonun davamını real hesabda göstərəcəyik. Və beləliklə dostlar, mən indi artıq öz hesabımdan, hansında ki balansım var, o hesabımdan davam edirəm. Mən daha öncə hesabımda yaratdığıma görə məcburən boş bir hesabla sizə göstərmək üçün, hesabı necə yaradılır, onu göstərmək üçün boş bir hesab istifadə etmişdim. İndi isə real olaraq şəxsi öz hesabımla bunu istifadə edirəm və xatırladıram ki, bu birjada etdiyiniz bütün trade əməliyyatları və yaxud ümumiyyətlə etdiyiniz bütün trade əməliyyatlarına görə riski birbaşa özünüz daşıyırsınız. Ona görə də məsuliyyəti mütləq şəkildə dərk eləyin. Burada nə edirik indi? Gəlin MetaTrader yükləyək və TradeFi-yə, bax TradeFi hissəsinə girirəm mən və mənim artıq burada məlumatlarımı göstərir. Mən indi MetaTrader-ı yükləyəcəm. Google Play Marketdən MetaTrader 5 var. Bax belə bir MetaTrader 5 var. Mən 5 istifadə edirəm. Kimsə 4 də istifadə edə bilər, amma 5 mənə gəlir ki, daha yaxşıdır. Və bunu indi yükləmə edirik. Yüklədikdən sonra açırıq. Bizə burada məlumatlar gəlir. Bizə demo hesab məsləhət görür açmaq, amma bizə lazım deyil. Biz artıq mövcud olan hesabımızı bura qoşmaq istəyirik. Bunun üçün biz brokeri tapmalıyıq ilk öncə. Brokeri biz baxın, burada bizdə göstərir brokerimizi. Kopya edirik brokerimizi və bura yapışdırırıq. Yapışdırdıqdan sonra görürsünüz bizə göstərdi. Açırıq. Görürsünüz demo hesabı aç, real hesabı aç yazılır. Bizim artıq varımızdır. Login və parolumuz varımızdır. Mən indi logini daxil edirəm. Öz loginimi daxil etdikdən sonra bir yazı için parolumu da daxil edirəm. Parolum yəqin ki mənim gizli qalacaq. Və daxil etdikdən sonra artıq burada baxın bunu qoya bilərik ki, parolumuz yadda qalsın və gələn dəfə girəndə hər dəfə parol login yazmayaq. Login düyməsini vururuq və beləliklə biz hesaba qoşulmuş olduq, amma hal-hazırda balans sıfırdır. İndi isə gəlin bura bir miqdar ataq və baxaq görə bunu necə etmək olar. Bunun üçün biz kaşlog bölümünə gedirik. İndi isə biz TradeFi balansımıza nəsə köçürmək üçün baxın burada kaşlog bölümünə giririk. Burada gəlir trade fee-ni tapırıq, TradeFi-ni tapırıq. Və gördüyünüz kimi burada artıq biz belə deyək də USDT bura balans artıra bilərik. Balans artırıb spot hesabımızdan birbaşa baxın belə входящий перевод eləyib, yəni göndərmək spotdan bura çıxartmaq budur, göndərmək budur. Входящий eləyirik. Daha artıq hansısa başqa bir yerə depozit köçürmə, pul köçürmə zad lazım deyil. Sadəcə olaraq birjanın içində birbaşa, yəni məsəl üçün biz bilirik ki, bir çox tradelər üçün gərək biz məcburuq ki, hansısa başqa bir yerlərə pul köçürək, başqa bir birjalara pul köçürək. Yox, bu lazım deyil. Elə Bitget'in içində olan, yəni birjanın içində olan imkanlarına da birjanın içində də köçürmə eləyirik. Yəni başqa bir brokerə köçürmüş olmuruq. Sadəcə olaraq birjanın öz balansına. Burada gördüyünüz kimi bizim balansımız göstərir. MetaTrade'də biz yeniləsək yəqin ki balansı görəcəyik və budur artıq $10 bizim balansımız var. Görürsüz. Biz təbii ki bu balansı çəkə də bilərik. Bunun üçün исходящий перевод eləyirsiniz. Burada $10 və подтвердить перевод spot hesabımıza yenidən qaytarırıq. Hara bizim öz spot hesabımıza qaytardıq.
Və beləliklə biz burada nəyi öyrəndik dostlar əsasən, yəni də deyirəm, necə trade eləyəcəksiniz, hansı strategiyanı istifadə edəcəksiniz, bu artıq sizin öz işinizdir. Mən sadəcə olaraq göstərirəm ki, yəni trade necə olunur. Bunu artıq yaxşı istiqamətdə də istifadə edə bilərsiniz, qazanc əldə edə bilərsiniz. Səhv də istifadə edib təbii ki, itki də əldə edə bilərsiniz. Kripto bazarı və yaxud ümumiyyətlə qızıl fərqi yoxdur. Bütün bazarlar, evro, dollar, nə bilim, burada gördüyünüz kimi Kanada dolları və yaxud nə olursa olsun, bu bazarlar hamısı riskli bazarlardır və biraz yüngül professionallıq tələb eləyir ki, siz daha yaxşı anlayasınız ki, necə trade eləmək lazımdır. Düzgün trade eləyib, təbii ki, qazanc əldə edə biləsiniz. Ona görə də az məbləğlə məsləhət görərdim. Mən bütün hallarda yatırım məsləhəti vermirəm, amma haçansa yatırım başlamaq istəyirsinizsə, xırda məbləğlərlə başlayıb, trade öyrənib, əliniz öyrəşib, ondan sonra qərar verə bilərsiniz ki, siz ciddi addımlar atacaqsınız yoxsa yox. Bu qədər dostlar, özünüzə yaxşı baxın, özünüzə müğayət olun. Videonu bəyəndinizsə mütləq şəkildə like'larınızı və yaxud öz rəylərinizi yaza bilərsiniz video altında. Sağ olun, gəlin görüşərdək.